Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir. Təxliyə olunanların sayı artıq 1800-ü ötüb. Bugün Qazaxıstanın 3 diplomatik nümayəndəsi məntəqədən Azərbaycana keçib. Bundan əlavə Rusiyanın 8 vətəndaşı da İrandan təxliyə olunub. Proses müvafiq qurumların nəzarəti altında fasiləsiz davam etdirilir. Amma İran tərəfdə vəziyyət eyni deyil. Belə ki, bugün Astara dövlət sərhədindən buraxılış məntəqəsindən ölkəmizə daxil olan Azərbaycan vətəndaşları 4-5 gündür ki, İran tərəfdən sərhədi keçə bilmədiklərini və İran sərhədçilərinin onlara çətinlik yaratdıqlarını qeyd ediblər. 60 nəfər var orada. Azərbaycanın? Azərbaycanın 60 nəfər var. Bəs ümumi millətlərdə nə qədər var? Müxtəlif millətlər. Müxtəlif millət gəlib keçirlər də, biz boşanırlar. Onlar gələn kimi keçirlər. Bizi biraz 4-5 gün gecikdirdilər. O da nəfər 8 nəfər başlayırlar. 10 nəfər başlayırlar. Qalan oradadır, 60 nəfər oradadır. Biz hamımız bir yerdə olanda orada 60 nəfərə yaxın idik. Dedilər ki, aram-aram, sakit-sakit icazə verəcəyik keçməyə. Gözlədilər amma. Dedilər, yox, pasportları yığdılar. Əlan elə pasportları yığdılar. Dedilər, əvvəl siz xəstələr keçirdək, ondan sonra daldan o birisi gəlsinlər.